bizə nə verir? Məktəb hər bir insanın həyatının ən gözəl mərkəzidir. Orada yalnız oxumaq, yazmaq və riyaziyyat deyil, həm də əxlaqi dəyərlər, dostluq və məsuliyyət kimi həyat dərslərlər məhz burada mənimsə edilir. Məktəb bizim həyatımızda böyük rol oynayır və bizə gələcək həyatımızda hazırlaşmaq üçün əsaslı təməl verir. Riyaziyyat məntiqi düşünməyi, ədəbiyyat duyğularımızı ifadə etməyi, müəllimlərimiz bizə həm də doğru ilə yanlış arasındakı fərqi də öyrədir. Məktəb bizə yalnız dərs keçən bir orqan deyil. O bizi gələcək həyata hazırlayan və cəmiyyətə inteqrasiya edən təhsil ocaqdır. Çoxlar olduğunu demək olar ki, həyatımızın bir hissəsini məktəbdə Burada çalışmışam ki, müəllimlərimin sevimlisi olur. Bəzi uşaqlar müəllimləri istəyirəm ki, müəllimlərimiz bizim ikinci valideynlərimizdir. Gərək biz valideynlərimizə etdiyimiz hörməti müəllimlərimizə də edək. Uşaqlar etdiyi səhvlərə görə çox peşman olurlar. Məktəb bizim ikinci evimizdir. Bunu heç vaxt unutmayın. Fikirləşdik, amma buna görə çox peşmanıq və hər birimizdən üzr istəyik. Siz yaxşı oxuyun, hələ balacaqsınız. Bu mübahisələrə yol verməyin və vaxtınızı